Mənə həkim məsləhəti olmadan yaxınlarım, tanışlarım məsləhət görürdülər ki, 72% sabunla yu, üzün düzələcək. Salisilik spirti ilə 2 dəfə qan dəyişmişəm ki, dedilər ki, qan dəyişsin, üzdə olan səpkilər gedəcək. Həkim məsləhəti olmadan mərhəmlər vururdum, amma o daha çox fəsad verdi mənə. Şimdi TikToka baxarkən Mehdi doktorun səhifəsi çıxdı qarşımıza. 9 seans oldum və seanslarından çox məmnunam. Hər şey çox gözəl oldu. İndi ləkə seansımın son prosedurundayam, PRP üçün gəlmişəm. Və hər şey üçün Mehdi doktora çox təşəkkürlərimi bildirirəm. Akne üçün bir probleminiz varsa Mehdi doktora yaxınlaşın. Üzümün akneli olduğu vaxtlarda etdiyim ən çox yanlışlardan bəhs etmək istəyirəm. Mənim üzüm çox səpkili olanda yağlı yeməklərdən, fast foodlardan qidalanırdım. Üzüm daha da pis hala qalırdı. Bundan əlavə mən qara sabundan, 72% sabundan istifadə edirdim və bu da mənim üzlərimi çox pis hala qoyurdu. Yəni digər həkimlərin yazdığı spirtlər olsun, dərman vəsaitləri olsun, onlardan da istifadə edirdim və heç bir nəticəsini görmürdüm. Doktor Mehdi Mahmudini tanıdım və artıq üzümün 9-cu seansındayam. Üzümdə çox böyük dəyişikliklər var. Əvvəlkinə nisbətən doktorun məsləhətlərini də yerinə yetirmək mütləqdir. Hal-hazırda 3 aylıq müalicəmi bitirirəm. Çox yaxşı oldum məndə. Çünki 1 ilə yaxındır ki, ləkələrim var idi, aknələrim var idi. Mən də bunlardan kompleks eləyirdim. Yaxınım var idi, dedi ki, Mehdi həkim yaxşıdır, məndə də var idi, o sağaltdı məni. Ətrafdan da çox deyirdilər ki, bəlkə də üzüm sağalmayacaq, amma yaxşı oldu axırı. 9 seansdan sonra üzüm yaxşılaşdı. Həqiqətən də ətrafdan da axırda dedilər ki, üzün sağalır. İndi də ləkə seansına başlayacağam. Ümid edirəm ki, çox yaxşı olacaq.